Deməli, burada ölçülərini göstəririk. Güneş paneli 20 watt, 8,4 volt ölçüləri, bağlı halda ölçüləri, çəkisi, qutusunun ölçüsü. Burada isə 2 ədəd karabin gəlir üstündə. Bu formada dağlıq ərazilərdə çantanın üstündən asa bilərsiniz. Güneş şüaları vasitəsilə cihazlarınızı elə çantanın içində də şarj edə bilirsiniz. İndi məhsulun özünə keçək. 20 watt şarj etmə gücünə malik Flex Solar firmasının güneş panelidir. Bu qaydada açırıq 180 dərəcədə, tam düz, geri açmaq olmaz. Və buradan qırmızı işıq yandıqda artıq şarj olunmağını görə bilirik. Yəni fikir versək artıq qırmızı işıq yanır. Söndürə bağlasaq söndü. Açıq buraxsaq masanın üstündəki lampa qənətcil olduğuna görə burada işıq elə də güclü deyil. Qaydada açdıqda biraz güclənir. Fikir verirsinizsə, bu qaydada artıq bu paneller vasitəsilə buradakı güneşin şüasını enerjiyə çevirə bilir. Güneşin işığını enerjiyə çevirir. Buradan isə cihazlarınızı elə bura qoşub şarj edirsiniz. Telefonlar olsun, powerbanklar olsun, fənərlər olsun. 20 watt gücündədirsə, açıq aydın güneşli havada maksimum deməli 20-dirsə 18-19 verəcək inşallah. Bu isə onun çıxış gücləridir. 5 volt 3 amper maksimum, 5 volt 3 amper maksimum. Bu sürətli şarj deməkdir. Yəni güneş panelində sürətli şarj var. Yəni bunun nə demək olduğunu yəqin ki bir çoxları başa düşdü. Qiyməti isə profildəki sifariş linkində var. Daxil olub bir market üzərindən də sifariş edə bilərsiniz və yaxud da WhatsApp üzərindən də sifariş edə bilərsiniz.